Salam. Bugün 10 mart 2026-cı il tarixidir. Azad Söz kanalına məlumatlar daxil olub. Şəkillər, sənədlər, informasiya. Azərbaycan dövlətinin təhlükəsizliyi ilə bağlı məsələdir. Azərbaycanda terror hadisəsinin həqiqətən də törədilə biləcəyi ehtimalından söhbət gedir. Əslində, mənə göndərilmiş bu məlumatları mən Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti ilə özü ilə də bölüşə bilərdim. Lakin Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyinə, General Əli Nağıyev və onun müavininə inamsızlığımdan, bu tək mənim inamsızlığım deyil, xalqın əksəriyyətinin, hamısının, DTX-nın məlumat verərkən yalan, təhrif edilmiş, qarışdırılmış məlumatlar verdiyini 7-dən 77-yə hamı bildiyi üçün mən də Dövlət Təhlükəsizlik Xidmətinə inanmıram. Bəli, Azərbaycanda terror hadisəsi törədilmə planı var. Bu, bugünün söhbəti deyil. Bu, hələ lap əvvəldən, bir neçə il əvvəl də planlaşdırılan, amma sönmüş fazada saxlanılan bir işdir. Mən Dövlət Təhlükəsizlik Xidməti bir neçə gün öncə Bakı-Ceyhan boru kəmərini partlatmaq istəyən şəxslər tutulub xəbərini paylaşanda özüm də qeyd etdim ki, bəlkə də belə bir şey var. Ola bilər ki, Sepahın hansısa generalları bu işi, bu planı cızıblar. Onların masalarının üstündə bir papka var və bununla bağlı da işdə gedir. Amma konkret iş görməyiblər. Lakin DTX-nın yaydığı məlumatlarda ki, Bakı-Ceyhan kəməri partladacaqmış və onlar da partladanlar da tutulub, bu xəbər yalan xəbər idi. Dövlət Təhlükəsizlik Xidməti özünü göstərmək üçün sanki bir iş gördü. Əllərində olan bəzi məlumatları toplayıb, onun üzərində şou cızdılar. Və bir il yarım əvvəl tutulmuş, narkotik üstə tutulmuş şəxsləri güya haranısa partladacaqmış kimi qələmə verdilər. Hansılar ki, mən sübut etdim, göstərdim ki, onları Nəsimi rayon polisləri tutub, narkotik üstündə videolarda paylaşılıb, Daxili İşlər Nazirliyinin öz rəsmi YouTube kanalında da bunu paylaşmışdılar. DTX bu temanı, adamları çıxardıb güya terrorçu tutubdu. Amma unudublar həmən videonu silməyi və unudublar ki, Tural Sadıqlı hər hansısa bir jurnalist ya kimsə bunu aşkara çıxarda bilər. Polisdən papkanı götürüb, ya kimlənsə oradan polisdən danışıb, birgə bir-birlərini razı salan belə bir məlumatı paylaşdılar. Mən isə bu videoda Azad Söz kanalına göndərilmiş məlumatlardan danışacağam. Şəxsən və xahiş edirəm ki, bu videonu bəyənin, paylaşın, daha çox insan görsün. DTX onsuz da görür, məsul şəxsləri izləyir. Lakin DTX-yə inanmadığım üçün bu izləyən şəxslər də öz rəhbərlərinə məruzə edirlər. Mən istərdim ki, Dövlət Mühafizə Xidmətinin rəisi Fərid Əskərov qulaq assın və İlham Əliyevi bununla bağlı bilgiləndirsin. Bu ayrı bir işdir ki, bunları bəlkə də onlar bilirlər, Əliyev özü də bilir, Əliyev özü də bu şounun oyunun içərisindədir. O da ehtimaldır. Dəyərli dostlar, göndərilmiş məlumatlar, həmçinin şəkillər, İran Sepahının generalının şəkili, həmən generalla Azərbaycanlıların şəkili, Azərbaycandan təlim keçmək üçün İranın hansı şəhərinə göndərilib, hansı Azərbaycanlılar, onların da şəkilləri var.
hansı ki onlar tutulmayıb. Sadəcə Dövlət Təhlükəsizlik Xidməti informasiya var ki, belə bir plan var Sepah tərəfindən, amma adamları tuta bilməyiblər, ortaya iş qoya bilməyiblər. Səhərsi gün Azərbaycanda harasa partladılsa, yəni bu ehtimal ediləndir. Bu o demək deyil ki, yox bu istisnadır. Sepah İran rəhbərliyi Azərbaycanı nə bilim bağrına basır və heç nə etmək istəməz. Xeyr, sadəcə olaraq Əliyev hakimiyyəti Azərbaycan İrana hansısa bir şəkildə hücum və yaxud da hücum üçün yer verəcəyi təqdirdə bunlar həyata keçə bilər. Dediyim kimi, masada olan bir işdir. Bunu həyata keçirmirlər. Və bu adamlar dindarlar deyil. Hansı ki, o Azərbaycan vətəndaşları Əliyev hakimiyyətinin tutduğu dindarlar. İran cəsusu adı ilə həbs ediblər. Xeyr, onlar deyil. Qeyri-dini camiədən, normal, yəni dinlə bağlılığı olmayan adamlar da İran tərəfindən cəsusluğa götürülüb və sönmüş fazada saxlanılır. İranın hansı şəhərində konkret təlimlər keçiblər, məlumat var məndə. Eyni zamanda kimlərdir, şəkilləri var. Sepahın hansı generalı ilə birbaşa plan hansı generaldan hazırlanıb, o məlumatı da var. O Azərbaycanlılar hansı vasitədən maliyyə əldə edirlər, gəlirləri hardandır. Eyni zamanda bütün bunları soruşa bilərsiniz ki, niyə elə açıq efirdən danışmırsan, göstərmirsən, kimdir, hansı generaldır, hansı Azərbaycanlılardır, şəkillərini göstər, DTX bilsin, hökumət bilsin. Birincisi dediyim kimi, Dövlət Təhlükəsizlik Xidmətinə inanmıram. Onlar sadəcə şou göstərirlər. Gerçək iş görəcək adamları kənarda saxlayıblar, çünki bilmirlər, sadəcə məlumatı bilirlər ki, belə bir tema var, temanın üstünü bəziyək, düzəyək, adamlar tutaq, özümüzü qabağa çıxardaq. Amma konkret kimlərdir və s. bunlardan xəbərsizdilər. İkinci məsələ, göstərməməyimin səbəbi isə ən doğrusunu Allah bilir. Mən deyə bilmərəm ki, gerçəkdən bunlar, bu adamlar bu şirkət üzərindən pulları alırlar, bank hesablarına bu hesabdan pul buradan gəlir, general bu generaldır. Mən sadəcə jurnalistəm. Mən ekrana bunu verib, çaşbaşlıq və səhv məlumat, səhv adamları hədəfə gətirmək istəmərəm. Yəni, məlumatın dəqiqliyinə 100%-lıq mən əmin deyiləm. Amma bu məlumatları ötürən şəxsin etibarı olduğuna əminəm mən. Amma yenə də doğrusunu Allah bilir. Bu mənim biləcəyim iş deyil. Mən sadəcə jurnalistəm. Mən efirdə də göstərə bilərəm, amma məlumatın dəqiqliyinə 100%-lıq əmin deyiləm. Bu iş, əmin olma işini Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti etməlidir, görməlidir. Mən isə ona inanmıram, ona heç bir məlumatı da vermərəm ki, araşdırsınlar. Ona görə deyirəm, Dövlət Mühafizə Xidmətinin rəhbəri Fərid Əsgərov Əliyevin ən yaxınında olan adamdır. O, bu işin ciddiliyini qəbul etsin və özü maraqlansın bununla bağlı. Dəyərli dostlar, bəlkə də bu video çıxışım bir mənalı qarşılanmayacaq. Mən jurnalist olmaqla yanaşı Azərbaycanlıyam. Əliyev hakimiyyətini sevməyə bilərəm, sevmirəm də. Xalqa zülm etdiklərini də bilirəm, xalqın sərvətlərini taladığını da bilirəm və hakimiyyətdə Əliyev rejimi var deyə
Azərbaycanda hansısa bir təhlükə olacağını əvvəlcədən xəbər verməyimmi? Bundan danışmayımmı? Əziz həmvətənlər, sözün açığı ilk dəfədir ki, belə çətinlik çəkirəm. Hər hansısa informasiya alıram və bu informasiyanın içərisində özüm də az qala boğuluram. Məlumatlar var, şəkillər var, görüntülər var. Sadəcə mən məsuliyyət daşıyıram onları elə olduğu kimi paylaşmağa. Çünki dəqiqliyinə tam əmin deyiləm. Mən əmin deyiləmsə o demək deyil ki, bu da doğru deyil. Doğrudur bəlkə də. Amma onun doğruluğunu təftiş etmək, yoxlamaq mənim işim deyil. Əli Nağıyev əgər indiyənə kimi fəaliyyətində özünün ailə biznesinin, imperiyasının maraqlarını güdməsəydi, bizneslə məşğul olan adam olmasaydı və cibi başqa kəşfiyyat orqanlarının əli ilə dolu olmasaydı, öz əli də başqa kəşfiyyat orqanlarının cibində olmasaydı, mən onu dürüst hesab etmiş olsaydım, ona güvənərdim və bu məlumatlarda onlarla bölüşərdim. Əgər dürüst DTX olmuş olsaydı, bu məlumatlar onlar üçün hava, su kimi əhəmiyyətli olardı. Üzr istəyirəm, əziz həmvətənlər, bu videoda sizə konkret adlar, şəkillər, kimlər olduğunu göstərmədim. Amma belə bir şeylər var. Belə bir şeylər var, sadəcə bu var oluşu ehtimalı üzərində Nağıyev DTX-sı ancaq şou göstərir, gerçək iş görmür. Səhərsi gün ölkədə həqiqətən hansısa bir terror kimi hadisə baş verəcəksə, bunun məsuliyyətini DTX rəhbərliyi daşıyacaq. Çünki gerçək iş görmürlər. Və həmçinin İlham Əliyev daşıyacaq, ona görə ki, Əli Nağıyev rəhbərliyini DTX-da saxlayır. Hələlik bu qədər. Salamat qalın. Sonra mən günahkar çıxmayım.